Orta nisbi molekul kütləsi 36-360 min olan DNT molekulunda 400 sitozinli nukleotit varsa, bu molekulda maksimum neçə nukleotit 4 ədəd rabitənin əməl gəlməsində iştirak edə bilər. Deməli, bizdə sitozinli nukleotit verib 400 ədəddir. Bu molekulda maksimum neçə nukleotit, yəni neçə nukleotidimiz 4 rabitə yaratsın. Yəni bizdən bunu soruşurdu. Və biz bu məsələni həll eləyək. Birinci 360 mini bölüb nukleotit sayını tapa bilərik. Yəni bilirik ki, bir nukleotidin çəkisi 300 atom kütlə vahidi idi. Yəni belə deyək, 300 qram ya da o 360 minində neçə nukleotid olduğunu tapırıq. X bərabərdir. Deməli, buradan biz tapdıq ki, 3600 bölsək 3-ə 1200 ədəd olduğunu tapırıq. 1200 cəm nukleotidimiz vardı. 1200 nukleotidimiz vardı. Və bizdən deyir ki, sitozinli nukleotit 400'dür. Biz belə eləyirik də, molekul çəkirik, DNT molekulu bura. DNT molekulu, baxın, göstərdik DNT molekulunu. Və bu molekulda sitozinli nukleotit 400'dür. Tez yazırıq burada, S bərabərdir, belə deyək, bir də G bərabərdir deyirik. 400 dənə olduğunu bilirik və cəm burada molekulda 1200 dənə nukleotit tapmışıq biz. 1200. Və bu, belə bir qayda vardı. Bu bir-birinə komplementar olan nukleotidlərimiz var idi. S-in miqdarı 400 olursa əgər, G-in də miqdarı 400 olurdu və 1200-dən avtomatik çıxmaqla biz A-ilə T-yi də tapırdıq. A bərabərdir, bir də T bərabərdir. Bilirik ki, S ilə G arasında 3 dənə hidrogen rabitə var. A ilə T arasında 2 dənə hidrogen rabitəsi var idi. Və A ilə T-in miqdarına da cəmi 400 qalır. Yəni 200'ü adenin payına düşür, timin də payına 200 ədəd düşür. Bizdə bunu soruşurdu və bu nukleotidləri tapdıq biz. 400 adenin, timin. Deməli 800 oldu cəmi guanin, sitozin. Amma bizdən 4 rabitə əmələ gətirən maksimumu soruşurdu və maksimum sayını biz buradan tapa bilərik. Maksimum sayı necə tapırdıq? Gəlin buna baxaq. Deməli, belə bir iş görək. Maksimum 4 rabitə deyirsə, bu rabitə necə olacaqdır? Bilirik ki, sitozin guaninlə birləşirdi və burada 3 qat rabitə var idi. Hidrogen rabitəsi idi. Amma qonşu nukleotidlə də birləşmələri var idi, 4 dənə rabitə. Yenə sitozin guanin məsələsi olacaqdı. Deyək ki, burada yenə 3 qat rabitə olacaqdı və bunlar bir dənə də kovalent rabitə ilə qonşu nukleotidə birləşdikləri üçün burada 4 rabitə yaradıblar, burada 4 rabitə. Maksimum dediyi üçün nə götürə bilərdik? Yəni maksimum dediyi üçün biz nəyə götürə bilərik? Bu rabitə sayını biz adenin, timin ortada yerləşir ki, adenin, timin ortada yerləşir. Biz buradan götürürük. Bu da 4 rabitə yaradıbdır. 4 rabitə yaratdığını görürük. Və bunların demək olar ki, sitozinlə başlayıb guaninlə bitdiyini qeyd eləmək istəyirik biz burada. Cəmi neçə dənə deyir 4 rabitə yaradan, 4 rabitənin əməl gəlməsində iştirak edən maksimum nukleotit vardı. Təbiidir ki, bunların sayını bilirik biz 400 ədəddir. Amma bunların da sayını gələrik üzərinə sitozini, guanini, bir də sitozini. Çünki zəncir sitozin və guaninlə başlayır demək istəyir. Və bu 4 ədəd də gəlsə üstünə 400 üstə gələk 4 bərabərdir 404 olacaq. 4'ü necə tapdıq? 4'ü maksimum dediyi üçün tapmışıq. Həmin 4, baxın, bax, biri budur. Baxın, biri budur, 4'ü əmələ gətirən, biri budur, 4'ü əmələ gətirən, biri də bu olacaqdır.